Kanaldayım, Ulduzlarım kanalıma hoş gəlmisiniz. Deməli, üst başıma fikir verim, indi bunlar dəyişəcəyik. Axşam qonaq gedəcəyik, sonra isə bir ev dəyişimi var, onu eləyəcəyik. Nənəm başqa bir evə köçür, onun kömək falan gedəcəyik. Başım belə bu cür olacaq hər şey. Deməli, indi isə əlimi dəyişəcəm. Buna baxın. Gözümə girir buradan. Ama deməli bugün əslində saçlarımı deməyəcəm. Saçlarımı bir şey eləyəcəkdim. Amma sabaha qaldı. Ona görə baxaram da, yəni paylaşacağım bu videonun içində. Ona görə videodan mən bunu böyle saxlayım, tamam. Ona görə videodan çıxmayım. Çünki saçlarımın dəyişimini siz də görəcəksiniz gün ərzində. Köynəyimi geyindim, şalvarım zaten qaraydı, onu dəyişmədim, yəni ürəyimsə. Saçımı darayıb bir şeydən danışmaq istəyirəm. Yəni səhər oyanan kimi əlim telefonuna gedir və əlim telefona getdikdə ilk yəni YouTube'a girirəm də. Yəni YouTube'a girirəm və yorumlarıma baxıram. Bütün videolarımın yorumlarına baxıram. Ən başdan başlayıram hətta baxmağa. Və bəzi yorumlar görürəm, sevinirəm və bəzi yorumlar görüb əsəblərimi pozuram. Yəni biri mahnı oxudığım bir video var. Yəni orada yazıb ki şeydir. Bu nədir indi? Mən də ona dedim ki, düzdür, mən heç də deməyimə gərək qalmadı. Çünki mənim bir-iki dənə abunəçim ona geçən yəni ağzının payını verdi və yola saldı. Hətta mən də onun sonra gördüm və onun öz videolarına girdim, baxdım ki, yəni o da normal bir şey paylaşmır. Yəni hətta o üzünü bile paylaşmır. Mən yəni gördüyünüz kimi hər şey olsa da yəni üzümü falan paylaşırım. O sənin problemindir. Sən paylaş, sən paylaşma. Mən ona qarışa bilmərəm. Sən də mənə qarışma. Mən sənin videova girib altına bu nədir ki indi yazıram. Yəni sən video baxıldıqda duygusal şeylər paylaşırsan, qızın adını bura falan qoyaram. Yəni girib baxarsınız YouTube-un adına. Sənin də abunəçilərin var, mənim də abunəçilərim var, amma mən heç kimin videosunun altına bu vaxta qədər pis bir şey yazmamışam. TikTokum da var, işlədirəm və hani heç kimə yəni pis bir şey yazmamışam. Yaxşı olanlara yaxşı yazmışam, pis olanlara pis yazmamışam. Bu arada yəni kim nə istəyirsə o cür şey paylaşır. Mən deyə bilmərəm ki, sən bunu belə elə. Biri götürüb yazıb ki, bu niyə belə edin, sən belə eləyərdin də. Abla sənə var, qabaqlı çıxırsa çevir, yolu dəyiş, baxma. Amma baxanlar çox sağ olsun, baxır və hər videomun altına geçən sözlər yazanlara çok teşekkür ederim. Gül atırlar, ürüye atırlar ve yani beşini beğenirsiniz, onunu beğenmirsiniz. Deməlidir ki, yəni siz səhvsizlər. Mən səhv deyirəm ki, yəni mənə baxanlar zaten bilir niyə belə videolar paylaşdığımı. Yəni mən məktəbdən beri çəkirəm. Yay tətilinə belə girmişik, əldə çəkirəm və bu belə də devam edəcək, yəni. Ona görə deyirəm. Baxmaq istəməyən zəhmət olmasa baxmazsın. Heç kimi məcbur eləmirəm ki, hamınız mənim videomu baxmalısınız dünyada hamı. Baxma, yolu dəyiş. Bu qədər. Yəni sən istəyirsənsə bax, valla baxanlar Allah razı olsun baxırlar. Orada mən saçım həmişə nivel dağılırdı. Çox gecəyində amma. Saçım qara rəng göstərmir, amma mənim saçımın qara rənginə əlaqəsi yoxdur da, əlaqəsi yoxdur da, yəni sadəcə qəhvəyə rəng. Baxın. Qara görsən, amma qəhvəyidir. Saçımı necə yazımlam, indi sizə 2 işdən şort çəkəcəm. Bu arada yorumlarımı mən bağlamıram. Yəni deyirsiniz ki, gördü o birislər linçləyir, bu da yorumlarını bağladı. Mən bağlamam, yəni paylaşdıqdan sonra görürəm ki, yorumum bağlıdır. Amma hamısını açmağa çalışacağım. Bizə geçsəm, yəni dostlarımla falan yanımağa. Evdən çıxırıq. Saçımı darayacağım, yolda göstərərəm. Saçım nə gündədir. Kombinler zaten bana basaydı olsun ki oradan babam, dadaş, annem ama pembe, galiba o kaplar. Yolda göstereyim. Öyle oldu, öyle bir. Birisi telefon
Deməli burada artıq sonuna gəlib hörüklərimizə başlamışdıq. Bu da hörüklərimiz son halidir. Bu şəkildə oldu. Mən çox bəyəndim. Siz necə buldunuz? Bye bye. Görüşürüz.